Disk yırtığının əlamətləri arasında əsasən bel, ayaq ağrıları, ayaqlarda uyuşma, yerimə çətinliyi şikayətləri olur və xəstələr adətən bu əlamətlərlə fizioterapevtə müraciət edirlər. Birinci mərhələdə xəstə yalnız bel ağrısı hiss edir. Bir müddət sonra sinirlərin sıxılması nəticəsində ağrılar ayaqlara da yayılır. İrəli mərhələlərdə ayaqlarda zəiflik yarana bilir. Çoxlu suallar. Dizdən ağrıyır dizlərim, dizdən aşağı ayaqlarım çeyir, uyuşur, hərəkət elə bilmirəm. Nəzərə almaq lazımdır ki, dizlərdə problem nədən ibarətdir, sümüklərdə problem nədən ibarətdir. Baxın, 3 variantda. Birincisi, dizlərdə, oynaqlarda problem odur ki, oynaqlarda yeyilmə var. Yeyilmə varsa, bu artrozdur. Eyni zamanda artrit də var, yəni iltihab da var. Cəmi 3 məhsul göstərəcəm sizə. Birincisi, kardisepsdir, iltihabı dizlərdən xaric etmək lazımdır. Buna deyirlər təmizləmə. İkincisi, görürsünüz ki, glukozamin xondratin sulfat bu bir möcüzədir. Bu konkret dizdə həm yeyilmənin qarşısını alır, həm sanki dəmir-dəmirə dəyir, səs çıxardır. Bu yağlama prosesi həyata keçirdir. Hərəkət, məhdudlaşmış hərəkət bərpa olunur. Eyni zamanda üçüncü məhsul iyonlaşmış kalsiyum. Bax, görürsünüz ki, MRT-də nəticələr baxırsınız ki, pendir kimi sümük deşik-deşik görsənir. Kövrək sümüklərə aiddir bunlar. 25 yaşdan sonra demək olar ki, çox insanlarda var. Bu kalsiyum içirsən, iyonlaşmış, molekulyar şəkildə qan dövranı qanımıza qatılır və iyon şəklindədir. İnsan bədənindən xaric olunur. Birbaşa qana sümüyə sovrulduğuna görə bu üç məhsul həm təmizləmə, həm bərpa, həm də tamamlamaq işlərini həyata keçirdir.